Salam əziz dostlar. Həsədin müalicə yollarından biri də budur ki, insan həm qənaət eləməlidir, həm də əlində olana razı olmalıdır. Belə olan surətdə o digərlərinə həsəd aparmaz. Yəni necə? İnsan özündə olan nemətləri düşünməlidir. Özündə nə nemətləri var? Allah ona hansı nemətləri verib? Bunu düşünməlidir. Məsələn, sağlam düşüncə, ürəyi təmizliyi, daxili aləminin zənginliyi fərz eləyək. Əgər insanlarda belə bir şey varsa, bu böyük bir nemətdir. Mənəvi nemət də olsa, böyük nemətdir. Maddi nemətlərdən daha üstündür. Çox vaxt insan başqasının bir nemətinə baxır, amma özündə olan onlarla neməti unudur. İnsan öz əlində olan nemətləri düşünsə, fikirləşsə, başqalarının əlində olan nemətlərə fikir verməz, heç onlara əhəmiyyət verməz. Öz əlində olan nemətlərə razılıqlar eləsin, ona şükür eləsin. Şükür eləsə əgər insan, Allahın ona verdiyi nemətləri daha da artırar. Allah ona artırar o nemətlərini. Çünki Allah Qur'an-ı Kərimdə buyurur: "Ləin şəkərtum ləəzidənləkum." Əgər şükür etsəz, artıraram. Deməli, şükür bizim əlimizdə olan nemətləri daha da artırır. Bu da həsədin müalicə yollarından biridir. Sağ olun.